Vəzifədən azad olunan Saleh Məmmədovun 21 yaşlı oğlu Londonda milyonluq biznesin sahibidir. Vəzifəsindən azad edilən Saleh Məmmədovun ailəsi ilə bağlı faktlar ictimai marağı bir daha alovlandırıb. Söhbət onun oğlu 1997-ci il təvəllüdlü Sübhan Məmmədlidən gedir. Rəsmi mənbələr və Britaniya ədliyyəsinə aid açıq reyestr sənədləri göstərir ki, Sübhan Məmmədli olduqca gənc yaşlarında Avropanın bahalı paytaxtlarında ciddi biznes aktivlərinə sahib olub. Azərbaycan reallığı xəbər verir ki, Sübhan Məmmədli 20 yaşında Avstriyada, 21 yaşında isə Böyük Britaniyada şirkət açaraq qısa müddətdə Londonun ən gənc milyonerləri siyahısında adı çəkilən şəxslərdən birinə çevrilib. Bu sürətli yüksəliş isə cəmiyyətdə haqlı suallar doğurur. Ortaya çıxan əsas sual budur. 21 yaşlı bir gənc bu miqyasda biznes paylarını hansı vəsait hesabına əldə edib? Nə Avropada uzun müddətli biznes təcrübəsi, nə də ictimaiyyətə məlum olan iri investisiya fəaliyyəti olmayan bir şəxsin qısa müddətdə bu səviyyəyə yüksəlməsi izaha ehtiyac yaradır. Qanunvericiliyə görə dövlət məmurlarının və onların yaxın ailə üzvlərinin gəlir mənbələri şəffaf olmalı. Xüsusilə xaricdə yaradılan şirkətlər və əldə olunan sərvətlər ictimai nəzarətə açıq şəkildə izah edilməlidir. Burada söhbət şəxsi uğurdan yox, maliyyə şəffaflığı və ictimai etimaddan gedir. Gənc yaşda milyonçu olmaq nağlı cəmiyyətdə sadəcə heyranlıq deyil, şübhə və narazılıq da doğurur. Onu da qeyd edək ki, Saleh Məmmədov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi GSC-nin sabiq rəhbəri Rauf Vəliyevlə qudadır. Sübhan Məmmədli Rauf Vəliyevin qızı ilə ailə həyatı qurub.